Əlaqə deyəndən başa düşdüyünci, əlaqə deyəndən başa düşdük ki, ümumiyyətlə insanlar arasında əlaqə var, ünsiyyət. Nə bilim, deyək ki, heyvanlar arasında əlaqə var. Məsələn, ho, ho, hu, hu, qışqışı var bir-birinə. Quşlar arasında əlaqə var. Və yaxud da fillər arasında görmüşdə əlaqə var, bir-birinə qışqırıb səs edirlər. Yəni, söz, əlaqə nədir? Əlaqə bir-birinə bağlanma vasitəsidir. Görmüşsünüz, sizə bir dənə belə bir şey, qatar görmüşsünüz, qatar. Mənim qatarım belə çox da yaxşı olmur. Belə qatar var. Biz bağlayıcılar bunu çəkmişdik, ha? Bir qatar var. Bu qatar, deyək ki, gedir hara? Hara gəzməyə xoşlayırsınız? Bu arada mən gedəcəm qaxa. Bəli, bazar günü gəzməyə. Deməli, 1, 2, 3, 4 dənə vaqonumuz var. Bu da, deyək ki, vaqonun əsas hissəsidir. Bu da vaqonlar. Bunlar bir-biri ilə neyinirlər? Burada da qoşqu var, burada da qoşqu var. Bunlar neyinirlər? Bir-birinin qoşuluşurlar. Neyini tuturdu, ha? Ha? Kimin sunka tutur? Deməli, bir-birinə nə var? Əlaqə var. Yəni, bunlar bir-birinə müəyyən bir dəmir vasitəsi neyinirlər? Bağlanırlar. İndi biz bunu söz kimi düşünsək, cümlə özü kimi və yaxud sözlər kimi düşünsək, deyirəm ki, müəllim yeni dərs və keçmək. Bəli. Keç sözü. 3 dənə söz var, düzdür? 3 dənə, 4 dənə. Müəllim, yeni, dərs, keç. Burada necə başa düşdünüz? Əmrdir. Yaxşı, belə bir cümlə yazalım. Deyirəm ki, sinif sakit olmaq. Sinif sakit ol. Gene iyi oldu. Ne oldu? Sinif sakit ol. Düzdür. İndi mən deyim ki, sinif sakit gör. Nəsə məna başa düşdünüz? Görünür. Deməli, sinif sözünü, sakit sözünü və gör sözünü biz müəyyən məna və qrammatik cəhətdən birləşdiririk. Məna nədir uşaqlar? Məna birlikdə elə məna. Sözlər bir-biri ilə uyğun olmalıdır. Məna uyğunluq demək ki, olar. Nədir? Uyğunluq. Yəni, bir söz digər sözlə işlənəndə uyğun olmalıdır. Misal ki, siz deyə bilərsiniz ki, sinif dəli görünür. Yox. Dəli kimi görünür? Sinif dəli görünür deyə bilərsən. Deyə bilərsən? Deyə bilərsən. Necə deyirsən? Sinif dəli görünür. Yox, yəni deyə bilərsən, amma düzgün çıxmır da. Və yaxud da deyirəm ki, hava dəli görünür. Məsələn, hava günəşlidir, düzdürmü? Mən deyirəm ki, hava günəşli baxır. Yox. Düzgün çıxar? Yəni, sözlər arasında məna bağlılığı nədir? Şərti əsasdır. Sonra məna bağlılığından nə gəlir? Baxın, sinif, sakit, gör sözünə görünür. Görünmək və ür. Yəni, leksik və bir dənə qrammatik artırır. Mən fikrimi neynəmiş oram? Bitirmiş oram. Amma hansı əlaqəni qururam burada? Qrammatik əlaqəni. Nəyin vasitəsilə qururam? Şəkilçilərin vasitəsilə. Deyirəm ki, baxın, müəllim yeni dərs keçir, misal üçün. İzah edir. Görürüz, mən il şəkilçisi artırdım. Müəllimin hal-hazır nə iş gördüyünü biz bilmiş olduq. Və yaxud da deyirəm ki, baxın, belə bir cümlə işlədir. Oldu qrammatik əlaqə. Qrammatik əlaqə. Qrammatik əlaqə nə oldu? Şəkilçilər. Məna əlaqəsi nə oldu? Sözlərin mənaları. İndi qulaq asır uşaqlar. Misal verirəm, deyirəm ki, inci, ağıllı, şagird. Nə başa düşdünüz? İnci ağıllı şagird deyil. Hardadır burada incinin ağıllı şagird olmalı? Hardadır burada incinin ağıllı şagird olmalı? Yazdı belə bir cümlə. Bəlkə o demək inci ağıllı şagird deyil. Yəni, bəlkə deyək ki, inci ağıllı şagird, mən başqa cümlə qoyacam. Qoyacam ki, inci ağıllı şagird başqa, mən başqa fikir qoyacam. Düzdür? Yəni, burada siz incini, yəni siz burada Uyğun deyil incidən ağıllı deyirdi. siz burada incinin ağıllı şagird olduğunu düşünə bilərsiniz, düşünə də bilərsiniz, düşünməyə də bilərsiniz. Siz düşünərsiniz, mən düşünməyə bilərəm və ya mən düşünərəm, siz düşünmürsünüz. Amma mən burada inci ağıllı şagirddir dediyim andan itibarən siz məcbursunuz ki, bunu düşünəsiniz belə. Niyə?
mən burada şəkilçi vasitəsilə qrammatik cəhətdən sözlər arasında nə yaratdım? Qrammatik əlaqə yaratdım. Aydın oldu, əlaqə nədir deyə. Qrammatik əlaqə niyə yaranır? Biz niyə qrammatik əlaqə keçirik? Niyə lektik əlaqə, məna əlaqəsi keçirik? Başa düşdük inşallah? Bu parta. Biz dəli parta deyə bilərik? Xeyr. Ağıllı parta deyə bilərikmi? Xeyr. Amma ağıllı lövhə deyə bilərik. Elektron lövhəyə məcazləşdirib ağıllı lövhə deyil. Düzdür? Və ağıllı qələm deyə bilərikmi? Bəli. Amma desəm ki, misal üçün, ağıllı kondisioner. Onlar nə olmur ki? Nətər olur? Harada da olur Hayır, kondisioner? onlar daha çox funksiyası olan. Məcazləşdirəsiz olar, hal-hazırda olmaz. Ha, onda şey de mecazlıysa. Harada məcazləşdirir? Onda Və ağıllı qapı, məcazləşdirsəsi olar. Bəzən orada ağıllı qapılar var. onda her şey var. Amma ağıllı stol olmaz axı, daha bunun ağıllı olmaz. Həqiqi mənasından baxsa olmur, bəncə həqiqi mənasından. Yəni bunun həqiqi mənasına baxanda olmur. Lövhə də olmuyor onda. Ağıllı lövhə mənası yox, bax. Ağıllı lövhədə elektronika olduğuna görə onu sən ağıllı lövhə deyə bilirsən. Çünki o müəyyən bir xüsusiyyətlər var, funksionallıqlar var. Yəni bu parterlə ağıl qoyarsan sən, bura qoysan sənin nə arası ki? Bura nə qoyarsan ki? Sən uzaq başı istidirə qoya bilərsən Her şey bura. ağırlıkta. Sən oturanda istilərsən ancaq. Mənim o şeyiniz var, biraz bu. Yox. Get. Sən ki, Markus, sən nə dedim ki, sən sənə... Yo, nə? Bəlkə də mənəm. Belki de bilmezsin, onu sözü bakalım. Ha. Birinci bunu başa düşdük. Uşaqlar, Evet. biz, bax, məna əlaqəsini bildik. Bizə lazımdır qrammatik əlaqə. Biz indi sizlə keçəcəyik qrammatik əlaqəni. Qrammatik əlaqə dedik ki, sözlərin qrammatik şəkillər vasitəsilə bir-birinə uyğunlaşıb, ya söz birləşməsi, ya da cümlə üzvlərini əmələ gətirməsinə, biz deyirik, cümlənin əmələ gətirməsinə iştirak edir. Misal üçün, ana və məhəbbət. Normalde aksanlı çocuğum. Ana və məhəbbət. Ana və məhəbbət. Nə başa düşdük burada? Başa düşdük ki, ana var, bizə məhəbbət var. Düzdür? Amma mən ananın, bura bir dənə yəlik al, məhəbbəti, bura bir dənə mənsubi şəkilsi artırsam, bu məhəbbətin anaya aid olduğunu, bu ananın da məhəbbətin yəsi olduğunu biz neyləmişik ki, biləcəyik. Və nə əmələ gəlmiş olacaq? Söz birləşməsi. Nə oldu? Söz birləşməsi yaranır. Və yaxud da cümlədə biz fikir bildirmək üçün deyirəm ki, mən ana çox istər. Nə başa düşdük burada? Mən ana çox istər. İstəyirəm. Aynen. İndi mən burada neyəm? Mən anamı, burada mı və ö şəkli vasitəsilə anamın mənə aid olduğunu bildirdim. Təsir nöqtəsi yaratdım. İstər sözünə də istəyirəm. Şəxs və zaman şəkli artıraraqdan hərəkətin indiki zamanda mənə aid olduğunu bildirdim. Və nəticədə mən bir dənə əmələ gətirdim? Fikir, cümlə əmələ gətirdim. Nəyin vasitəsilə? Qrammatik şəkilsel vasitəsilə. Təşəkkürlər. Və. Qrammatik əlaqə. Qulaqsırıq. Qrammatik əlaqə neçə növ var? Qrammatik əlaqənin uşaqlar 3 dənə növ var. Desəm? 3. Xeyr, 2 növ var. 3 dedim. Birində desəm? Səhv olar. Səhv olar. 2 nə var? Bir tabelik əlaqəsi var. Tavesi əlaqəsi sizlər artıq olur. Bir də tabesizlik əlaqəsi var. Tabelik əlaqəsiləri, tabesizlik əlaqəsi nədir? Qızlar. Yox, tabesizlik əlaqəsi və tabelik əlaqəsi. Sizə bir dənə real misal verirəm. Siz bir-birinizin aranızda biriniz digərinizə tabi olan var, aslı olan var. Xeyr. Sizin aranızda hansı münasibət var? Var. İnci, sənlə Nəzrin arasında hansı münasibət var? Tabeli. Dost münasibət var, düzdür? Sən Nəzrin sənə tabidir. Bəli. Nəsə tabidir? Mən nə deyirəm o eləyir. O onun ruh halındakı problemidir. Yaxşı. Xədicə. Zeynəb. İnci ilə dostsan.
İndi o incin dostluğu ilə sən belə deyim, asılığın var İncilə. Nə asılığın var? Sənin də özgüven problemin var. Deməli, amma... Ay sağ ol. İndi, bax, əgər elə bir problemin varsa, sənlə İnci arasında tabilik əlaqəsi var. Yəni, sən İnciyə aslısansa, İnciyə tabilik, o dur deyəndə durursan, yat deyəndə yatırsansa, sənlə İncinin arasında tabilik əlaqəsi var. Əgər, misal üçün deyirəm ki, Mədinə ilə Nəzrin arasında tabesilik əlaqəsi var. Çünki Nəzrin Mədinə dilində durub oturmur. Nəzrin ilə İncin dilində durub oturur. Nəzrin ilə İncin arasında tabelik əlaqəsi var. Amma Mədinə ilə Nəzrin arasında tabesilik əlaqəsi var. Bəs tabesilik yəni sinif yoldaşı sadəcə. Kurs. Bəli, kurs yoldaşı. Yəni, ya Nəzrin Mədinədən asılı deyil, ya Mədinə Nəzrindən asılı deyil. Onları birləşdirən sadəcə cəhətləri bu sinifdə olmaqları. 10-cu sinifdə olmaqları, kurs olmağı, Azərbaycan dilində oturmaqları. Azərbaycanda olmaqları və yaxud da uzatmaq olar. Amma nəticədə siz bir-birinizə nəsil tabi edirsiniz. Mədinə evə gedəndə Nəzrin icazə alınır, Nəzrin evə gedəndə Mədinə icazə alınır. Amma Nəzrin evə gedəndə İncilə icazə alınırsa tabilik əlaqəsidir. Bunu başa düşdünüz, niyə görə tabilik tabesiniz? İndi Azərbaycan dilində izah verirəm sizə. Bax, deyirəm ki, müəllim gəlir ki, bizi sakitləşdirsin. Müəllim niyə gəlir? Bizi sakitləşdirmək. Ayşə, görürsünüz, bizi sakitləşdirdiyin cümləsi, müəllim cümləsini izah edir. Bəli. Deməli, bu arada bunlar bir digərinə tabidir və tabi olduqları üçün bunların arasında nə hansı əlaqə var? Tabilik əlaqəsi var. Hansı əlaqə olacaq? Tabilik. Bəli, tabilik əlaqəsi. Bir də deyirəm ki, müəllim gəlir, İnci dərsdə yoxdur. Baxın, İnci dərsdə yoxdur cümləsini, müəllim gəlir cümləsini izah edir. Xeyr. Deməli, bu cümlə Mədinə ilə, bu Mədinədir, bu da Nəzrindir. Yası deyirlər. Mədinə ilə Nəzrindir, biri digər asıl deyil. Bu cümlə İncidir, bu cümlə də Nəzrindir. Biri digərinə bağlıdır. Aydın oldu? İndi bu Nəzrinlə İnci arasında tabilik əlaqəsi var, çünki bir digərinə asılı tabidir. Bu cümlədə Nəzrinlə Mədinə arasında tabesilik əlaqəsi var, çünki bir digərinə tabi deyil. Yəni, burada ikinci cümlə, birinci cümləni izah edirsə, bu cümlələr arasında tabilik əlaqəsi var. İkinci cümlə, birinci cümləni izah etmirsə, bu cümlələr arasında tabesizlik əlaqəsi var. Aydın oldu? İndi isə başqa bir sözlər arasında deyirəm. Deyirəm ki, məni çağırarsan. İndi baxın, qrammatik əlaqə yarandı. Mən çağırarsan deyə bilərsiniz? Yox. Mədinə var. Mən çağırarsan deyə bilərsiniz? Arzuna görə mən burada i'ni artırdım və neylədim? Tabilik yaratdım. Yəni, məni çağırarsan. Bir də deyirəm ki, misal üçün bura, məni, dostumu çağırarsan. İndi məni sözü ilə dostumu arasında nə var? Məni və dostumun sözü bir-birini izah edir. Demək, bunlar arasında oldu tabesizlik əlaqəsi. Amma məni çağırarsan cümləsində məni sözü kimi çağıracağımı izah edəcək, bunlar arasında olur tabelik əlaqəsi. Deməli, bu oldu cümlə arasında. Bu oldu hansı? Sözlər arasında. Aydın oldu? Ona görə də bizə deyəcəklər ki, qrammatik əlaqə həm cümlələr arasında olur, həm də sözlər və ya söz birləşmələri arasında ola bilər. Buna qədər başa düşdüyümü. Sual olmasa versin, sonra